Kaş Manaf kimi atam olardı. Bahar Lətif qızı deyir müğənni. Bahar xanım, çoxları deyir ki, kaş ki Bahar Lətif qızı kimi anam olardı. Elə mən deyirəm. Kaş Bahar Lətif qızı kimi mənim anam olardı. Siz də deyirsiniz ki, kaş Manaf Ağayev kimi atam olardı. Niyə? Siz nəyə görə, görüm nəyə görə istəyir ki, məhz Manaf Ağayev kimi atası olsun. Məndə bu kamerada nəsə işıqlanma zəifi olur. Diqqət çəkib doğrudan açıqlamasından ki, Manaf Ağayev kimi atam olsun. Bəli, Ölkə Az, Milli.az istinadən xəbər verir ki, o qonaq olduğu qonaq canlı verilişində həmkarı Manaf Ağayevi övdükcə öyüb, yəni belə də tərifləyib. Sənətçi tərif sözlərinə kaş Manaf kimi atam olardı cümləsini əlavə edib. Ay Bahar xanım, millət, xalq, cəmaatdır ki, təki Bahar Lətif qızım kimi bir anam olardı. Siz də deyirsiniz ki, Manaf Ağayev kimi atam olardı. Manaf Ağayev atanız olsa ancaq dava qırğın olacaq da sizə görə. Ora qaçacaq, bura qaçacaq. Amma sizi də elə ana kimi görmək istəyən çoxdur Bahar Lətif qızı.